Bugün 12 iyun 2026 yıl saat günorta 1'in yarısı. Qəbələ rayon Vədnam qəsəbəsinin tam mərkəzində yerləşən bir de bir gözəl evimizin kısa videosunu çəkirəm. Həm həyətin, həm evin. Bax, həyətimizdə belə altının dördü 1.30 dərinliyi olan bir hovuz və o yanındakı kiçik hovuz 1 metr yarımın, 1 metr yarıma və dərinliyi 60 sm uşaqlar üçün olan hovuzdur. Həyətin uşaqlar üçün olan yerlənəcək, böyüklər üçün yerlənəcək. Həyətimizin bir güzel gülü çiçəyi əlbəttə. Beşitkamızdır. Beşitkamızda mini mətbəx, isti soyuq su, qabı qacağı 100%, qaz, elektrik samvarı, köz samvarı, beşitki bitişik manqalxanamız, ət kötüyü, kömür peçi, saçları hazırlamaqdan ötürü, böyük 2 metr artıq manqalımız, 2 dənə sazımız, 30'dan artıq kebab şişi və setkamız. Beşitkada stol, divan. Yani normal sayıda stolumuz da var. Burada az görməyən baxmayın, 12'den stol koymaq olur və iləşmə mümkün bu. Problem yoxdur. Və beşitkamızdan evin girəcəyinə gedirəm. Evin girəcəyi sanki cənnət yoludur. Gülün çiçəyin arasıyla. Baxın, buradan beşitkanın görünüşü. Evimizin girəcəyində əlüzyon, paltaryon maşın, 5-6 pillə qalxırıq yuxarı. Yəni evimizdə heç birindən rütubətdən danışmaq olmaz. Bu kiçik foyda olan bu zal. Bu zalımızın birincide sola dönüşdə. Bir yataq otağı, bu yataq otağı geniş otaqda əlbəttə. Bir nəfər, bir çarpayı, 2 nəfərli, bir çarpayı, dəsmalı, çol prostinası, istifadə üçün xanımlar istifadəsinə lazım termosu, paltar dolabı, ventilyatoru və ütü stolu. Zalımızdan bu hissəsində ikinci otağa giririk. Bu otaq həddindən çox genişdir. Onu derim, genişlik, rahatlıq, təmizlik, həm də sərinlikdir. 2 nəfərlik tək çarpayı, burada açılan divanımız, 2 ehtiyat çarpayı, ventilyator, həyətdə istifadə etmək üçün xalçamız, paltar dolabı və burada da bu yataqda da güzgü. Üçüncü yataq otağımızı təqdim edirik. Bu yataq otağında həmçinin 2 yatacaq, biri 1 nəfərlik, biri 2 nəfərlik yatacaq, bu 2 nəfərlik yatacaq, bu 1 nəfərlik yatacaq, paltar dolabı, qonaqxana əlavə etməsi üçün nimdərlər. Bu bizim hamam sanitar qoşağı. Hamam sanitar qoşağının qızdırılsın qızmat çöldə. Bitimiz kanaldır, yəni içəridə deyil, təhlükəsizdir. Bu bizim hamam sanitar qoşağının səliqəsi, təmizliyi. Yəni bu qavqacaq qonaqların ixtiyarına verilə bilir. İstəsəz ehtiyac olar istifadə eləsinlər. Bu geniş mətbəximiz, mətbəxinin də həyətin görünüşü, gözəl istirahət etməsi, gözəl mənzərəsi də müsbət alıdır. Bu soyuducumuz, böyük soyuducu qonaq ixtiyarındadır. Hər qonaq çıxanda təmizlənib qapısı açıq qoyulur. Bu bizim, qeyd edim ki, bakallar, qavqacaq, bu isti soyuq sözsüz ki, bu qavqacaqların çoxluğu, qazanlar, baxın, böyük, özü keramik qazanlardır, istifadəniz üçün. Nə istəsəz sizin istifadəyə, qonaqların istifadəsinə verir. Və kondisioner avqustda qalır, bu iyulun axırı, iyul ayında buradan açılacaq. Yəni, heç kondisionerdə ehtiyac yoxdur, amma 2 dənə ventilyatorumuz da var. Buyurun, bu qədər.